Mən Əliyev Emin Tahiroğlu, Goranboy rayon Tələ kəndində yaşayıram. Hazırda ailəliyəm, ailədə 5 nəfərik. 3 uşağımız var. Biri gələcəyin əsgəridir. Mən 2019-cu ildə Goranboy rayon özünə məşğulluq idarəsində qoyunçuluğa yazılmışdım. Çəkiliş gəldi, şəraitimə baxış keçirdilər. Mənə bildirdilər ki, sizi sorğuya çağıracağıq. Dəfələrlə mən özünə məşğulluq idarəsinin nümayəndələri İqbal müəllimlə Fərid müəllimin qəbulunda oldum. Mənə dedilər ki, çağıracaqdılar, gələrsiniz. Sonradan 2024-cü il fevral ayının 9-da Goranboy rayon özünə məşğulluq idarəsinin nümayəndələri Fərid müəllimlə İqbal müəllimin qəbulunda olduq. Mənə bildirdilər ki, sən əmək qabiliyyətsizsən, sənə heyvan düşmür. Əgər mən əmək qabiliyyətsizəmsə, mənə heyvan düşmürsə, mən heyvan saxlaya bilmirəmsə, bəs niyə ünvanlı dövlət sosial yardım müraciət edəndə mənə bildirirlər ki, sən işləməlisən, iş yerin yoxdursa, sənə sosial yardım düşmür. 2024-cü il fevral ayının 9-da yoldaşım Mehdiyeva Aysel Vahid qızının adını Goranboy rayon özünə məşğulluq idarəsində qoyunçuluğa yazdırdım. Bir ildən çoxdur ki, nə çəkiliş gəlmir, nə gəlib baxış keçirmirlər şəraitimizə. Gözləyirik. Bugün gələrlər, sabah gələrlər, hələ də gəlirlər, yenə də gəlirlər. Sonra mən Goranboy rayon icra hakimiyyətində qəbulda oldum. Məhərrəm müəllim qəbulunda olanda dedim ki, bəs məni özünə məşğulluqdan nə mənə heyvan vermirlər, nə də ki, mənim yoldaşım Mehdiyeva Aysel Vahid qızına heyvan vermirlər. Goranboy rayon özünə məşğulluq idarəsinin müdiri Anar müəllimə Məhərrəm müəllim tapşırıq verdi. Anar müəllimin sonra qəbulunda oldum. Anar müəllim dedi ki, sizi özünə məşğulluqdan heyvandarlıqla bağlı rəhbərliyə məlumat verməliyəm, məktub yazılmalıdır. Ondan sonra görək nə deyirlər. Anar müəllim də mənə bildirdi ki, yəni gözləməlisən, bu işlərə Bakı baxır, bizlik deyil, bizim ixtiyarımız çatmır. İqbal müəllim də deyir ki, bizim ixtiyarımız çatmır, gəlib sizin qapıda çəkiliş eləməyə. Bu işlərin hamısına Bakı baxır. Mən də xahiş edirəm ki, cənab prezidentimizdən köməklik istəyirəm. Xahiş edirəm ki, cənab prezident, mənim bu özünə məşğulluq proqramından yararlanmağa köməklik göstərəsiniz. Mən də yararlanam. Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Mən də bu özünə məşğulluq proqramından istifadə edim. Ondan sonra jurnalistlərdən də köməklik istəyirəm. Xahiş edirəm ki, mənim bu videomu işıqlandırasınız.